Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən bu günləri sizlərə deməli YouTube üzərində bezdirici reklamları necə bağlamaq olar onu göstərəcəm. Yəni gördüyünüz kimi YouTube-a daxil oluruq. Daxil olan kimi ilk öncə bizim qarşımıza nə çıxır? Əlbəttə ki, bir marketin reklamı. Bunu necə bağlamaq olar ki, növbəti dəfə, yəni bu bir marketdən bizə reklam gəlməsin. Yəni reklamlar çoxdur, həddindən çoxdur. Siz bağladıqca yenə gələcək. Ola bilər çoxunuz deyərsiniz ki, nə oldu biz reklam bağladıq, amma yenə də gəldi. Yəni bu elə bir şeydir ki, bu reklamdır, gəlir. Yəni reklamdan çox reklam var. Biz o reklamları necə bağlaya bilərik ki, növbəti dəfə qarşımıza çıxmasın. Misal üçün mən yenilədim, burada bir marketin reklamı yoxa çıxdı. Yəni o da bunların öz sistemidir, onu mən yoxa çıxartmadım, özü avtomatik yoxa çıxdı. Reklam təklifi, fərqli bir reklam təklifi. Deyək ki, bizim qarşımıza belə bir oyun reklamı çıxıb. Bunu necə yox etmək olar? Bunu əlbəttə ki, bilirik. Bax, bu reklamın üzərində burada 3 nöqtə var. 3 nöqtəyə toxunuruq. Toxunuqdan sonra nə olur? Gözləyirik reklamın, yəni biz burada panelə daxil olaq. Panelə daxil olub, burada nə var? Bəyən var, blokla var, şikayət. Biz bunu şikayət etməyəcəyik. Nə də bəyənməyəcəyik. Çünki bəyənsək, növbəti dəfə yenə çıxacaq bizim qarşımıza. Daha çox təklifə gələcək. Şikayət etdikdə, yəni bu reklam şirkətinin bu reklamı şikayət olunur. Bu demək ki, bizim qarşımıza çıxacaq, amma şikayətimizi nəzərə alacaqlar. Amma bir də var, bu reklamı bir daha qarşımıza çıxmanı istəmiriksə, bunu nə edirik? Blokla deyirik. Blokla deyəndən sonra burada yazır ki, bu reklam daha göstərilməsin, sual verir. Google-dan bu reklamı yenidən göstərməlisiniz. Yenidən görməməlisiniz. Lakin bu reklam yerləşdirəndən başqa reklamı görə bilərsiniz. Yəni bu reklam yerləşdirən başqa reklamı çıxa bilər qarşımıza, amma imенно bu reklam qarşımıza çıxmayacaq. Yəni davam edə vururuq. Yəni bu reklamı biz bir daha görməyəcəyik. X verib bağlayırıq. Gördüyünüz kimi reklam yoxa çıxdı. İndi deyək ki, bir videonu açaq, görək burada reklam, yəni çıxmadı reklam qarşımıza. Deyək ki, burada bax belə bir reklam çıxıb. Nə indi bu Trendyolun reklamıdır. Yəni bax burada görürsüz, üst nöqtəyə vururuq. Üst nöqtəyə vurduq. Burada da həmin yəni prosedur baş verəcək. Reklamı blokla deyirik, davam etdiririk. Bu reklam da yoxa çıxır. Yəni bizim qarşımıza video baxan zaman reklam təklifləri, həmin reklam təkliflərində həmin qaydada blok edərək qarşınıza bir daha çıxmağı əngəlləyə bilərsiniz. Yəni bir daha çıxmağını istəmirsə, dediyimiz kimi bloklaya gedərək reklamlardan yayına bilərik. Amma reklamlar sizə deyim ki, yəni bu reklamı blokladığında çıxsın. Yəni milyonlarla, milyardlarla reklam çıxa bilər qarşımıza. Yəni bu o deməkdir. Çünki bu YouTube-dur. YouTube-da gəliri o reklamdan olur. Yəni sponsor gəlirləri oradan olur. Yəni bu şəbəkəni quran var. Görürsüz, bax gedirəm, qarşıma reklam çıxır. 3 nöqtəyə vururam. 3 nöqtəyə vurduqdan sonra blokla deyib davam etdirirəm və bu reklam bizdən silinmiş oldu. Yəni qarşınıza çıxan bütün reklamları bu yolla aradan qaldıra bilərsiniz. Yəni qarşıda çıxsa vurun ki, növbətdə həmin reklam qarşısına çıxmasın. Yəni ən azından həmin reklamın sayını azalda bilərsiniz qarşınıza çıxdıqca. Təşəkkür edirəm izlədiyinizə görə. Əməyə sayğı olaraq, zəhmət olmasa dəstək olmadığı üçün videonu bəyənin, kanala abunə olmağı unutmayın. Təşəkkür edirəm, minnətdaram.